Salam, hər vaxtınız xeyir. Hazırda Ombudsman aparatının və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu mövzusunda beynəlxalq konfrans keçirilir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistanın nümayəndələrinin iştirak etdiyi tədbirdə auditin insan hüquqlarının qorunması, şəffaflıq, hesabatlılığın təmin olunması, korrupsiyaya qarşı mübarizə, iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi rolu müzakirə edilir. Çıxışlarda auditin hüquqi dövlət quruculuğu, şəffaf idarə etmə və ictimai maraqların müdafiəsində əhəmiyyəti vurğulanır. Rəqəmsal transformasiya və süni intellektin audit fəaliyyətində yaratdığı imkanlardan bəhs olunur. Konfrans çərçivəsində yerli və xarici mütəxəssislərin məruzələri dinlənilir. Audit sahəsində beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə edilir. Tədbirdə həmçinin Türk dövlətləri, mühasiblər və müstəqil auditorlar birliyinin yaradılması da nəzərdən keçiriləcək. Hazırda tədbirimiz davam edir və digər buraxılışlarda da sizə daha ətraflı məlumatları çatdıracağıq. Buyurun, söz sizdədir.